Balıq villanı kişi və arvad üçün təşkil eləyir. Arvadın isə gözü doymur və deyir: Etdirik, arvadım blogger olmaq istəyir. 100 min lira izləyici göndərsin mənim hesabıma. Tezləsin vaxtım azdır mənim. Kişi əsəbindən eynəyini gəmirərək qayıdır 2 barmaq Bu gölünə. arvad indi də blogger olmaq istəyir. Deyir mənə bir 100 min izləyici təşkil edə də. Göydən tökülür axı. Heç bu nağıl çəkənin 10 min izləyicisi yox deyə sizə 100 min. Nəysə söz vermişik. Panel vuracam. Olsa demək olar ki, indiki blogerlərin 80% panel vurur. Nəysə bir də məni narahat eləməyin. Arvad təşkil elədim. Sən nə qapının ağzında durmuşsan? Kişi, hara gəlsən? Neyinirəm sən kimi kaftarı? Mən özümə sugar daddy tapacam, sonra da özümü yıxdıracam. Olacaq ajda pekkal. Neyinə var səni? Pensioner kişi zarıyaraq qayıdır gölün qırağına və bütün olanları balığa danışır. Balıq isə cavabında deyir: Görürsən pul adamı necə qudurdur, amma mən bilirəm neyniyəcəm. Lombard gölü çevrilir olur cavan oğlan. Sonra isə ictimai nəqliyyatla gedir arvadın evinə, qapısını döyür. Arvad isə balığı görəndə şoka düşür. Sən çox overit getdin ha. Sənin də reset eləyim, sən də bax. Baba. Arvad balığın dediyi ingiliscə sözlərdən sonra həm müflis, həm cringe, həm də ərsiz qalıb səfir kimi yaşayır. Balıq kişiyə qara 07 alıb verir. Kişi isə həmin maşınla Koroğlu buzovna yolunda manatlıq taksi kimi işləyir. Sonda isə balıq deyir: Tak što bilin ki, sizə heç qızıl balıq da kömək eləyən deyil. Hərənin öz dərdi öz başından tökülüb aşır. Amma işdir, gedib hansı bir gölün qırağında 3 dəfə adımı çəksəz, boş bekar olsam gəlib sizlə söhbət eləyərəm. Yəni bu arada mənim davam eləməyimi istəyirsinizsə, bu videonu buradan like eləyirsiniz, oradan da uşağı izləyirsiniz ki, mən tez-tez gəlim gedim buralara. Nəysə, sizi öpürəm, özünüzə yaxşı baxın, hamınızı sevirəm. Mən getdim kirayələrimi yığmağa. Sağ olun, adios.